Bu PDF-in içərisindən xüsusən bu xəritələrə fikir verin. Bu xəritələrdən sual gələ bilər. Günəş radiasiyasının dəyişməsi, orta ali temperaturun dəyişməsi. Burada diqqətli olmaq üçün Kürdəmir, Neftçala ərazisində xüsusən daha yüksək temperatur görə bilərik. Sonra radiasiyanın düzənlikdən yüksəyə doğru qalxma qrafikində biz bu şəkildə görürük ki, düzən ərazidə radiasiyanın kəmiyyəti çox, orta dağlıqlarda az, yüksək dağlıqda yenidən çoxalır. Bu da buludluluğun dəyişməsindən bağlı olan prosesdir. Yəni bizdən də bax burada da sual gələ bilər, çox gəlir. Məsəl üçün dimin testində də var bu tip suallar ki, buxarlanma qabiliyyətinin kəmiyyətdən yuxarı olduğu ərazilər bu kimi suallar verir. Və ya da deyir buxarlanma qabiliyyəti ilə buxarlanmanın kəmiyyəti arasındakı fərqin böyük olduğu ərazilər. Bu ərazilər əsasən quraq ərazilər götürün. Kür tektonik çökməsində yerləşən ərazilərə fikir verin ən çox əsasən də belə deyim. Ceyrançı ən çox cavablar Ceyrançı, Lacınoğur, nə bilim Kür boyu hansısa bir düzənlik verilir, Qobustan, Abşeron verilir, Naxçıvan verilir ki, yəni bu tipli suallara əsasən cavablarımız yəni bunlardan ibarət olur. Yəni dimin testində də ki, indi vaxt çevirsə baxar. Kiminsə yanında test topusu varsa onun səhifəsini mənə desin oradan. Bir dənə orada bir iki dənə sual nəzər salaq biz. Hansı Son bölmə? Azərbaycanın iqlimi olan bölmə var birinci hissədən. Bunlara fikir veririz əsas məsələ. Buradan aqroiqlim ehtiyatları onsuz da biz Səhifə bilirik. 211. Hə, baxaram. Sonra buradan gəldik iqlimdir. İqlimin yayılmasında yenə də arıcılığa əsasən fikir veririk ki, hansı şeylərdə hansı iqlim var. Bir də bu qrafiklərə xüsusən fikir verin, iqlim diaqramlarına fikir verin ki, onlar sualdır, gələ bilər ki, məsəl üçün mənə bu diaqram burada verilibsə, mən bu diaqramda hardan bilirəm Bakı üçün olacaqdır bu diaqram. Çünki qışda çox soyuq olmayıb, yayda isə isti nədir, yüksək olub. Məsələn, burada artıq dağ tundra olduğunu hardan bilirəm? Artıq mənfiyyət çox düşüb, yay da çox isinməyib, 10 dərəcədən yuxarı qalxmır. Hə, bura yarım səhra iqlimində məsəl üçün olacaqdır. Demək olar ki, bax bu diaqramla bu diaqram arasında çox da böyük bir fərq yoxdur əslində. Hər ikisində mənfiyə düşməyib, hər ikisində təxminən 25-30 dərəcə nədir? Qalxacaq, biraz bunu daha belə yuxarı verib, bunu belə aşağı. Çünki Bakı ərazisi yarım səhrada yerləşirsə biz oranı da eyni diaqram kimi götürə bilərik. Elmin buyur. Müəllim, biz Kiçik Qafqazda yarımsəhra iqlimi var deyirik, amma landşaft Landşaftlı yoxdur demək ki. yoxdur deyir, o da landşaftlı formalaşmır. Səhifə neçə dedin şey? 115 idi mən. 211. 215. Aha. Azərbaycan iqlimindən buradan. Bax bu diaqramların da hamısı yəni buradan mən şey eləmişəm də vermişəm. Məsəl üçün bu sual nədir? Bakıda il ərzində havanın temperaturu və günorta vaxtı günəş şüasının dəyişməsi. Baxanda adama çətin gəlir. Yəni günəş şüasının dəyişməsi ilə havanın temperaturu nədir? Düz mütənasibdir. Günəşin istiliyi artdıqca havanın temperaturu nə olacaq? Artacaq. Yəni günəş daha belə daha çox yuxarı qalxdıqca hava da istinəcəkdir. Aşağı düşdü, yəni batmağa doğru getdikcə nə olur? Hava da soyur. Yəni ki, olacaq doğru cavabımız D variantı. Asan sualdır Hə, müəllim. baxanda yəni bir adama şey gəlsən ki, hə, mən bunu yazanmaram, bəlkə də çətin olur. Amma çətin sual deyil. Onun Azərbaycan iqlimində çox da çətin sual yoxdur. Məsələn, bu 62-ci sual düşməz qəbul, amma yenə də bu tipdən isə sual gələ bilər. Bu bizim, yəni mənim sizə verdiyim qrafikdir ki, dağın ətəyindən zirvəsinə doğru radiasiyanın dəyişilmə qrafikidir. Ki burada biz, yəni bu sualda bizə göstərir ki, elə bir məntəqə seçməlisən ki, düzən ərazidən qalxmalısan dağa doğru, belə düzəndən qalxmasan dağa doğru, bu şəkildə getməlisən də, yəni bir ox boyunca. Və bu dağa doğru qalxırıqsa artıq radiasiyanın dəyişimi çox olacaq, sonra azalacaq, sonra yenidən çoxalacaq. Çünki biz demişik, orta dağlıqda radiasiya azdır. Bunun səbəbi buludluluğun çox olmasıdır. Baxın, çox vaxtı səhvli etdiyiniz şeylər nələr olur da? Həmişə suallarda, bu tip suallar gələndə də suallara həmişə fikir verin. Ya bax bilmirsən deyək ki, sualı bilmirsənsə artıq nəyə fikir ver? Ya seçəcəyin cavablara baxsan ki, cavabların hərəsində məsəl üçün belə verilir. Birində həm dağ, həm düzən, həm dağ, həm düzən belə verilir. Amma bir dənə cavabda baxsan ki, sırf dağlıq verilib. Cavabın deməli sənin artıq burada budur. Və ya da sırf düzənlik verilib. Demək sənin artıq cavabın nədir? Burada bundan. Yoxsa sən gedib orada məsəl üçün radiasiyanın dəyişilməsi qrafikini sənə verir, nəsə verir, məsəl üçün deyək ki, radiasiyanın kəmiyyətinin çox olduğu verir. Sən gelirsən birində şey götürürsən, yüksək dağlığı, birində gəlib götürübsən orta dağlıq. Eyni cavabda. Bu artıq düzgün deyil. Elə şeylərə fikir verin. Dağlıq və ya düzənlik bölgüsünə. Bax, siyasi coğrafiyada nəyə fikir verir yəni çox? İnkişaf etmiş, etməkdə olan. Buna fikir veririk də. Burada da ki, bu tip suallarda ən çox dağ və Azərbaycan aid olan sualda ən çox dağ və düzənə fikir verin ki, dağlığı bilin haradır, düzən bilin haradır. Və artıq bunun üzərisinə gedin ki, dağlıqda məsəl üçün yağıntı daha çox olacaq, nə bilim orada məsəl üçün mülayim istiqim olduğu və yaxud da başqa şeylər deyə bilərik.
Sonra buradan gəldik. Kiçik Qafqazda bizim məsəl üçün Aysun, Talış dağı, Tərtər çayının dərəsi boyunca qalxdığımız zaman iqlim tiplərinin yayılma arıcılığı necədir? Aysun yoxdur burada. Səssiz, Hə. səssiz zəif gəldi, eşitmədim Hə. nə? Deməli, dedim ki, Tərtər çayının dərəsi boyunca qalxdığımız zaman hansı iqlim tiplərini görürük? Tərtərsən, deməli dağ tundra iqlimi, sonra yay quraq keçən sonra yay quraq keçən soyuq iqlim var. Sonra yay quraq keçən mülayim isti iqlim, sonra isə qışın mülayim keçən yarım səhra quru Hə. çöl iqlimi. Azərbaycanda yay quraq keçən soyuq iqlim əsasən biz harda görürük deyirik ən çox? Görürük. Lənkəran omalığı. Yay quraq keçən soyuq iqlimdən söhbət gedir. Mülayim isti iqlimdən getmir söhbət. Soyuq iqlim dedi şeydə Naxçıvanda. Naxçıvana görə. Yəni yay quraq keçən soyuq iqlim gətirib kiçik Qafqazda demirik heç vaxt. Orada demişdik iki rəqə gəlirdi. Qışı quraq və qışı quraq. Aşağıdan başlayan zaman yarım səhra, üzərisində qışı quraq keçən mülayim isti iqlim, üzərisində qışı quraq keçən soyuq iqlim, üzərisində dağ tundra iqlimi gəldi. Yay quraq keçən soyuq iqlimi burada görə bilmərik. Orada yoxdur. Deməli, burada olmalıdır elə tipli suallar. Suallara dəyişib edəcək adam tapanmır. Ha, burada yoxdur. Yəni bu çay dərələri boyunca iqlim tiplərindən sual ancaq gəlsə, situasiya düşsə, situasiyanın içərisində gələcək. Yoxsa belə yəni ayrı bir sual şəklində demək olar ki, artıq onu heç vermirlər. Bax burada o tipli suallar çox idi. Hardadır o suallar, şeylər? Siyasiya bu şeydən çıxar, cavab koordinat, Məlumatın saat qoşulları, günəşin kəmiyyətindən. çıxma bucağı. Necə? Onlar düşə biləcək məncə. Dedim siyasiya, coğrafi koordinat, saat quşaqları, günəşin çıxma bucaqlarına düşə bilər. Düşər, niyə düşmür ki? Yəni düşmə ehtimalı var onun. Çünki orada biraz mövzu geniş olur deyə yazmağa. Ona görə çox vaxtı ondan sual salırlar. Burada mən suallar dəyişilib deyil, hamısı qatıb qarşı bir-birinə. İmtahanın qabığı şərt işarələri. Əvvəllər çox idi onlardan. Nəysə, yəni burada qarşıma çıxmır. Azərbaycan Türkcəsinin kəmiyyətinin daha yox. Hə, bax bu sual məsəl üçün. Azərbaycanda buxarlanma qabiliyyətinin böyük, buxarlanmanın isə kiçik olduğu ərazilər. Qabiliyyət böyüksə bu deməkdir ki, bura temperatur yüksəkdir. Artıq temperaturun yüksək olduğu ərazi götürməlisən. C variantı. Deyil. Araz boyu, Abşeron qovustan araz boyu və Kür arası. Gördük hamısı düzənlikdir. Məsələn, burada biri düzənlikdir, biri dağlıqdır. Orta dağlıq verilib. Məsələn, biri burada dağlıq ərazidir, biri burada düzənlik ərazidir. Və ya da bura ən rütubətli ərazidir, bura məsəl üçün quraq ərazidir. Görürsən, bu arada fərqlər var. Yəni bu tip suallardan əsasən onlara fikir verir. Məsələn, düz radiasiyanın kəmiyyətinin daha çox olduğu ərazi harda olacaq? Bu düzənlik ərazidə olacaqdır. Məsələn, üçün Naxçıvanda bəli deyə bilər ki, bu ərazi daha çox olacaqdır. Sonra gəldik qayda xəritəmizə. Bu belə. Sonra gəldik burada nə var başqa? Ya Allah. Tektonik zonalardan Sağ olun dedik. mən. Faydalı qazıntılardan hələ deməmişik. Faydalı qazıntılar qalıb. Faydalı qazıntılarla axırda təhlil etmək lazımdır. Oradan yenə 100% sual gələcək bir şeydir. Mənim bu Kiçik Qafqaz vilayəti və tektonik qalxması, yəni ikisi də şeydir, yəni Bir deyil. eyni şeydir onda. Nə, sən məni infakt edəsən axırda. Durub. Eee, Dünən nəyi soruşdun sən Allah? Sən Allah, mən nə vaxt demişəm ki, Avropa ölkənin yox, hamısı inkişaf mənlə edir? necə? Nə vaxt demişəm ki, Qərb Avropa ölkənin qərb hamısı tərəfdən inkişaf edir? inkişaf eləmir də. Mən onu soruşmadım ki. Mən bilirəm də odur. Sadəcə ona görə soruşdum ki, yəni onlar inkişaf etməkdən ölkə olmasına Ay, baxmır. sənin səsinin əvvəlində belə bir cümlə vardı ki, müəllim siz demişsiniz ki, Avropanın hamısı inkişaf etmiş ölkədir, amma bura təbii artım nə bilim nə. Bir yana Şərqi Sonra Avropa görə soruşdum. qayıt Müəllim etsən ona. ki, yox, bunun şərqi inkişaf etmiş ölkədir. Özün öz dediyini başa düşürsən mi nəyirsən? Abi ben Yəni, sana bir sual verdim ki ben Kiçik Kafkas tektonik zonasının en yüksek zirvəsini soruşdum. Bir də Kiçik Kafkas vilayətini soruşdum və hərəsinə fərqli cavab verdi. O qədər dərsə diqqətlə qulaq asırsan ki, maşallah olsun. Vilayət deyəndə Kiçik Qafqaz vilayəti bu ərazidir təxminən. Amma biz deyəndə ki, Kiçik Qafqaz tektonik zonası, hə bu ərazi də var onun içərisində, bura da var onun içərisində, bura da var onun içərisində.
Son qeyd edəcəm mən bunu. Ha, qeyd edə, hə, qeyd edə. Bunu mütləq şəkildə indi gəl qeyd edirik mənə. Ağıllı çıxır. Sonra gəldik burada nə var, nə var, nə var, nə var. Nəyə baxaq biz burada? Kürd çayının qidasının əsas hissəsi elmin nədir? Qar, Qars suları. Araz çayının bəs. yeraltı, Yeraltı. Kürd çayı neçə fiziki coğrafi rayondan keçir cəmlə? Cəmlə deyir ki, mən məşğələm var, getdim. Getdi. Buyur. Olsun. Bəs yaxşı Aysun sən də yenə neçə fiziki coğrafi rayondan keçir? Şeydən, E, vilayətdən. deməli, Ceyran Turacın oradan keçir. Vilayət, Sonra vilayət. vilayət. Hə, deməli, Kür Kür vilayətindən keçir. çökməsi. Bəli. Bir dənə vilayətdən keçir. Deyə bilərikmi Kür çayının hövzəsində vulkanik süxurlar var? Bir saniyə öncəsində xeyr. Deyə bilərik. Niyə mövzu? Türkiyədə Kür çayının hövzəsində vulkanik süxurlar var. Hə. Hövzə deyəndə müəllim, onun qolları ilə birlikdə tutduğu sahədir. Bu da Bəli. Kiçik Qafqasdan gələn çaylara görə demək olar. Deyə bilərik ki, hövzəsində bəli görə bilərik bunu. Yəni hövzə deyəndə qollarla deyirik. Sonra ağlıma maraqlı sual gəlmir belə. Bəlkə bir şey Sual deyim. qaldı müəllim. Neçə vaxt Benim belə hamısını şey. belə dedim, hamısı xırda-xırda enmiş şey, hər şey Demişik, tablolarına görə. hamısını dəfələrlə demişik deyə eyni şeylə təkrar soruşmaqla adam yorulur. Onu da gedək. Hə, gedir, hə. Hara getsən öyle yavaş görək. Coğaz su anbarı yerləşir elmin harda? Qazaxda, Hansı çayda? Ağstafa çay, Ağstafa çay. Üzərisində bəli Coğaz su anbarı Qazax rayonunda yerləşir deyəcəksən. Sonra gəldik. Buradan bir şey yoxdur. Baş Mil kanalı Fərrux hardan başlayır? deyə, Fərrux buradadır mı? Fərrux burada. Hasan hardan başlayır Baş Mil kanalı? Müəllim, mil düzündən. Mil Milmuğan su kanalı. Milmuğan Milmuğan su su. qovşağından başlayacaqdır. Əzbəyev kanalı bəs Aysun. Hələ də yoxdur. Bəhrəmtəpə su qovşağı. Bəhrəm. Buradayım mən, buradayım. Arada bir səsini çıxart ki, yəni ad aşağı düşür, mən görə bilməm, yadımdan çıxır, sual vermirəm. Buradayım mən, Laufam, dinləyirəm. Əzbəyev kanalının hansı inzibati rayonlar suvarlar səncə? Əzbəyev kanalı Beyləqandır, İmişlidir, Saatlıdır. deməli, İmişli bir su var, Dəllabad, Beyləqanın nə işi var orada? Yaxşı, Fərrux, belə bir sual verim sənə. Baş Mil Qarabağ kollektorundan hansı ərazilər suvarılır? Fərrux, Bilmədim müəllim. bilmədim. Kim cavab verə bilər? deyə, Nə dediniz? Qarabağla mil düzü müəllim. Mən deyə bilərəm. Baş Mil Qarabağ kollektorundan hansı ərazilər suvarılır? Şirvan düzü, Müəllim, O məsələn, kollektordan haran su var? inzibat Kollektordan rayonu su var, var mı? məsələn, Saatlı, Sabirabad imişdi. Onlar. Bəli, heç ara suvarılmır. Kollektordan suvarmada istifadə edilmir. Kollektor nə üçün istifadə olunurdu? Xəzər dənizi ilə bağlı. Suyu sular. ötürmək üçün. Yeraltı suları. Yeraltı suların təmizlənməsi üçün, yeraltı suların səviyyəsinin aşağı salınması üçün istifadə edilən avtomatik qurğu idi. Azərbaycanda yayılmış intrazonal landşaf hansıdır? Göyçay, Nə? Tugay meşələri müəllim. Tugay Tugay meşələri. meşələri. Tugay meşələri. Tugay meşələri. Göyçay nədir? Qarmaqvari şam harda qonur Azərbaycanda? Desin bizə Mövlud. Mövcud. Mövlud yoxdur. Deyim müəllim. Deyəli. Göygöldə müəllim. Mövlud hara getdi? Mövlud yoxdur. Göygöl arasında qorunurdu, bəli. Bəli. Arif meşə saqqızı ağacı elmin. Ceyrançı lazım orada. Türyançay qoruğu. Türyançay qoruğu hansı fiziki coğrafi rayonlara düşürdü? Tünyan. Mən Azmor Ceyran Türkçülər müəllim. Haysa. Dimin testində onu Ceyrançay Azunhor götürürlər, amma əslində düzdür o şeydə düşür. Qanı xərçəyə falan da düşür, amma dimin testində onu Ceyrançay Azunhor götürürlər. O dəfələri biz Aysun testlərdə fiziki coğrafi rayonda bir iki dənə qeyd götürmüşdük. Altıağac Milli Parkında dağ meşə landşaftı qorunurdu. Türyançay şeyə düşürdü, eləmi? Ceyrançay Azunhor. Başqa demişdik orada vacib bir şey vardı orada başqa. Mənim yadımdan Həm çıxdı. Hirçən var idi, Lənkəran Abşən.
O heç Ya olmaz. o Tez-tez düşür vacib bir sınaqlara. şey değil de bildiğimiz idi. Bildiğimiz şeydir. Qeyri-adi demişdim də iki Nə dənə şey gözəl. demişdi onlar elə. Yok. Su Bir de quşları var. bir Hı. de biz çok müzakere ettik hansısa bir qoruq hakkında. Sonra siz onu yazdınız. Ora. Altağa Tülyançay qoruğu hakkında. Altı Hə, ağac altı ağac deyirsən, altı ağacdan şeydir. Bir də Qarayazı qoruğunda nəsə var idi deyəsən. Qarayazı Yukarı demişdik ki, Kürün sağ sahilinə düşür. O heç sağ yox, sol sahnə düşür kürün düşməyinə. Deyəsən Qarayazıda da ki nə götürdük? Qazax Qarabağ fiziki coğrafi rayonuna düşür. Elə bir şey var deyəsən. Başqa bir şey Elə bir demədik. şeylə baxmışdıq hə. Hə, su quşları harda qorunur elmin? Müəllim böyle salyan Da tarafı dərman ki. bitkiləri harda qorunur? Kim bilsə desin. Şahbuzda. Şahbuzda Şahbuzdan qorunur. Bəli. Relik endemik bitkilər. Müəllim Hirkan, şeydə, Hirkan deyil. Hirkanda İrfanda qorunurdu. Kəransı Köçəri buradır. quşlar. Müəllim Köçəri Ağgöldə, quşlar Ağcabəddə. Ağzıyla. Ağcabəddə. Qızıl Qızılağac da. ağac. Lənkəran. Qızılağac çöhrə sahilində hansı torpaqlar var idi? Saman meşə. Sarı. Sarı Bataqlıq. torpaqlar. Bataqlıq torpaqları var idi. Bataqlıq, çəmən bataqlıq torpaqları var idi. Belə, sonra gəlir. Azərbaycan meşələrinin böyük hissəsi demək olar ki, nədir? Palıd, fıstıq, vələs ağaclarıdır. İynərpaq ağaclar bizdə azlıq təşkil edəcəkdir. Şərq çinarı Azərbaycanda harda qorunurdu? Bəsitçi. Bəs Bəsit çayda qorunurdu. Hansı fiziki coğrafi rayon arasında düşər Bəsit Həkəri. çay? Həkəri. Həkəri ərazisinə düşər. Əsasən arada da düşər. Qismən yox, düşməz məncə Həkəriyə düşər elə. Sonra dəmir ağacı bizdə hardaydı? Dəmirağa. Dəmir ağacı. Dəmir ağac. Dəmirağla qarışdırma. O da Lənkəranda var idi. Hemen. Lənkəran tərəflərdə belə. Azərbaycanda alp, subalp çəmənliklərin olmadığı dağlıq ərazi haradır? Lənkəran. Tanış. Talış Lənkəranda. dağlar arasında bəli biz görməyəcəyik subalp, alp çəmənliklərini. Sonra da meşə landşaftı gəlir də. Dağ meşə. Güzel meşə, dağ meşə, bəqişə. Dağ sərəfət gəlirlər bəli. Sonra sonra nə var burada? Nə var burada? Nə var burada? Qeyri-adi bir şey. Dəvətikanıdır, yovşandır. Bunlar şeydir, efemir bitkilər, nə bilim o quraq sevər bitkilərdir də. Əsasən məddə qalsın onlar. Gürcü və Araz palıdır. Quraqda davamlı olduğu üçün müvafiq olaraq Həkəri və Girgir çay hövzəsində yayılmışdır. Şərq Bəli. palıdı Böyük Qafqazın cənub yamaclarında. Uzun saplaq palıd düzən meşələrdə rast gəlinir. Relik bitki hesab olunan şabat yarpaq palıd Talış dağlarında, Hirkan meşələrində görmək mümkündür. Şabat yarpaq palıdı görə bilərik orada. Başqa nə qaldıq? Başqa nə var orada? Heç nə qalmadı. Qubab alp yeməncə. çəmənliklərinin landşaftı şey nədir? Buranın təbii zonası nə adlanır? Roflu, çimli, bir de iptal Torpaqlar. torpaqlar var idi. Torpaqdır. Suvab alt çəmənlikləri dağ çəmən landşaftı gedirdi. Dağ çəmən landşaftı olanırdı. Quraq meşənin torpağı nə idi? Qəhvəyi. Bəli, Naxçıvanda Qəhvəyi torpaq. hansı qəhvə yoxsa qonur torpaq? Qonur sulu belə bir şey Qəhvəyi az sevər. Qonur Qəhvəyi yox. quru. Qəhvə torpaq. O da biz qonur torpaqdan danışmırıq. Ya bunları bilsək bəs edir də əslində biz nə üçün qonur torpaq Naxçıvanda yoxdur, Mulamiqin Naxçıvanda yoxdur. Talışda. Meşə Kamzola Mən görə Talışda niyə qonur gətirir torpaq orada. Dağ yoxdur? sulfit gəlir Naxçıvanda. Talışda sarı torpaqlar məsəl üçün Aha. bilirik var. Qara torpaqlar bizdə dağlıq ərazidə, xüsusən Şamaxı, Gəncə, Şeydə, Gədəbəy, Gədəbəy İsmayıl. Daşkəsən, İsmayıllar arasında görə bilərik qara torpaqları. Yəni beləsi şeylər də biz testlərdə onsuz da çox işləmişik də, onları test üzərisində dəfələrlə işləmişik, biz onsuz da bilirik. Qeyri-adi bir şey yoxdur. Düşünmürəm ki, qeyri-adidə nəsə qarşımıza çıxsın oradan da. Çoxdur əslində, sual-cavab edəsi, prosta hamısını da etmişik, təkər-təkər eyni şey qayıdıb soruşmağın da mənası yoxdur. Müəllim, indi bundan sonra sadəcə bir dənə dərs olacaq, yoxsa necə? Hə, sabahların bir dənə dərs keçərik. Yox, bu gün dərs olmayacaq, bu gün axırıncı dərsimiz bu. Hə, axşama dərs olacaq. Bir dəfə Elminlə demişdiniz, qoşub sizə sual cavab edəcəm. O mövzuları nə vaxt eləyəcəm? Eləyəcəm. Siz nə edirsiniz? Siz dərsiniz hazır olun, mən deyəndə qoşulun eləyəcəm. İmtahandan bir gün sonra inşallah. Hansı mövzular idi? Dünyanın Ee, siyasi Dünyanın nəqliyyatı. Hə, oradan Siyasətən qalan hamısı mövzularınız. siyasətən başlaması. Siz ikinizdə qalmışdı. Siyasi hamısı vermişdir. Onlardan qalan mövzular var idi. Hə, biraz Elə Azərbaycan imtahan- göllərindən qulaq asaq uşaqlar. Bax, bizdə demişdik ki, Göygöl, Maral göl. Bunun hansı meşə landşaftında, hansı meşə landşaftının üstündə yerləşir?
Maral bir Mişal şəxsinə Göygöl Maral göl. Mişal Meşədən şəxsinə. yuxarı yerləşir Meşə Maral Laçınında. göl yuxarıdadır, Göygöl isə Meşə landşaftının özündə yerləşir. Məsəl üçün desəm, Hacıqabul gölü, Acınahur gölü, bunlar harda yerləşir artıq? Aşağıda, lap Aşağıda. yarım Ən aşağı sahəyə qeydində təpələrə baxır. yerləşir. Bir də bu tip suallar da səhv etdiyiniz vaxtlar da olur ki, düzən ərazinin gölləri. Bir də ki, məsəl üçün, bir ildə qəbula düşmüşdü, bunu uşaqlar səhv yazmışdı. Ağgöl, Ha. Sarısı gölü Mil düz ərazisinə düşəcəkdir. Yəni bunu bura diqqətli olaq ki, Mil göl ərazisinə düşür. Muğan Mil yazmışlar. Hə. Hə, ona bir çox uşaq bəli açıq sualda verilmişdi. Muğan yazmışdı. Qarayazı düz ərazisində Canlar göl yerləşir. Acınahur düzündə yerləşir. Ağzı bir çala Samur Dəvət çobalığında yerləşir. Ya bunların hamısının yerləşdiyi ərazidə nədir? Yarım Qarayazı səhra iqlimidir. Kürün hər iki Ya tərəfində Canlar göl yerləşir. şirin su. Necə? Qarayazı Kürün hər, yəni sağ və soluna düşür, yəni hər iki Bax, tərəfində. bayaq dedim də onu elə diqqətlə qulaq assan ki, dərsə. Müəllim Bayaq qeyd etdim. qaydada elə qeydləmişdim bu vaxtı ikən. Dedim Ona də, görə bayaqlarım dedim ki, onu mən onun üzrə müzakirə apardıq biz dedik ki, Qarayazı düzü sol sahilində yerləşir. sol götürdüm. Harda gərəksiz nəsə varsa yadda saxlayır ki, bunu ki, yadda saxlamaya şu. Qarayazı düzü. Mən o vaxtda qaydanı aparmışam ona görə də yəni. Hə, Qarayazı düzü sırf solda yerləşir, amma Qarayazı hə, qoruq kimi qoruğu amma keçəcək şey, sağda. Qazax Qarabağ tərəfə keçəcək. Şey, Qarabağ ərazisinə düşür. Qazax Qarabağ fiziki coğrafiya ərazisinə düşəcəkdir. Yəni belə deyəcəklərim bunlardır da, yəni ki, başqa nə bilim burdan